Gəlin Gülbahar Eyvazovanın Füzuli rayon icra hakimiyyətindəki vəzifəsindən azad edilməsinin səbəblərinə qısaca nəzər salaq. Bu hadisə əslində yüksək vəzifəli bir məmurun karyerasının həyat yoldaşının sosial mediadakı bir hərəkəti üzündən bir anda necə sona çatdığını göstərən çox maraqlı bir nümunədir. Yaxşı, bəs bütün bunlar necə oldu? Gəlin məsələni iki hissəyə ayıraq. Birincisi, hadisənin kökündə nə dayanır? Deməli, hər şey Gülbahar xanımın həyat yoldaşının TikTokda yaydığı bir video ilə başladı. Videoda o, sərxoş vəziyyətdə idi və, belə deyək, qeyri-etik ifadələr işlədirdi. Bu videoda çox sürətlə, demək olar ki, bütün ölkəyə yayıldı. İkincisi, bəs bunun nəticəsi nə oldu? Nəticə, demək olar ki, ani oldu. Bu videonun yayılmasından və yaratdığı böyük rezonansdan dərhal sonra Füzuli rayon icra hakimiyyəti başçısının müavini olan Eyvazova öz ərizəsi ilə vəzifəsindən ayrıldı. Qısası, bu hadisə sosial medianın bir dövlət məmurunun şəxsi həyatına müdaxilə edərək onun karyerasına necə bir başa və kəskin təsir göstərə biləcəyinin çox aydın bir göstəricisidir.